Norveç bilirsiniz ki, əziz həmvətənlərim, müharibənin ilk günlərindən yaxından iştirak edirdi bu yardım kampanyalarında. O vaxt onlar 35 milyard, yəni 3-4 milyarda yaxın dolar ayırırdılar. 35 milyard kron deyirlər, yəni ildə. İndi isə o yardımı 85 milyarda qaldırıblar. Yəni 9 milyarda yaxındır. Və bilirsiniz ki, elə müharibənin əvvəllərindən Norveçdə istehsal olan NASAM, o hava hücumundan müdafiə sistemləridir. Ən müasir, ən aktiv və bu gün də o danışıqlarda onlar da dilə gətirildi və artilleriya, o mərmilər. Görünən odur ki, Sevinç xanım, yəni bilirsiniz ki, dünən Sayın Zelenskinin Trumpla bir saatlıq telefon danışığı olubdu və görünən odur ki, pərdə arxası o razılıq verilibdir. Həmən o NASAMların Ukraynaya verilməsinə. Nəyə görə? Onlar Norveçdə Norveçlərlə Amerikanlar birgə istehsal edir. Və burada da Zelenskinin xahişi oldur ki, yəni Norveç yaxından həmən o sülh danışıqlarda iştirak etsin və yardımcı olsun. Və bəzi şərtləri irəli sürdü. Yəni o şərtlərdir ki, arazi bütövlüyündən, yəni biz heç vaxt geri çəkiləsi deyilik. Krim, sual da verdilər, Krimlə bağlı. Krim deyir, Ukrayna ilə sıx bağlıdır. Bütün deyir, o logistika zat sıx deyir, Ukrayna ilə bağlıdır. Ona görə biz Krimdən və o arazilərdən heç vaxt imtina edəsi deyilik. Və beləliklə də elə baş nazir də ümumiyyətlə Norveç bilirsiniz ki, qeyd etdiyim kimi birinci gündən Ukraynaya dəstək verir. Və bu dəstək də davam edəcək və bugünkü günə qədər Sevinç xanım bilirsiniz ki, Norveçdə 5 milyon əhalisidir, 6 milyona yaxındır. Amma burada Norveçdə 100 mindən artıq Ukraynadan həmən o qaçqınlar və burada çoxlu sayda indi bilirsiniz ki, vəsait ayrılır. Baxmayaraq ki, Ukraynaya 85 milyard ayrılır. Beləliklə də mənə gəlir ki, bu da davam edəcək və o yardım Norveç tərəfindən davam edəcək və burada da qeyd etdi ki, yəni 24-ündə gələn birinci günü Saudi Ərəbistanda orada görüşlər olacaq və orada yəni üç tərəfli yox, ayrı-ayrılıqda o görüşlər olacaq. Amerikan nümayəndələri, yəni Ukraynadan da o nümayəndə artıq müəyyənləşibdir. Və Rusiya tərəfindən, çox təəssüflər olsun ki, Sevinç xanım, Rusiya tərəfindən, yəni FSB-nin 5-ci idarənin rəhbəri ora, yəni keçmiş rəhbəri, o rəhbər üçün yəni sanksiyalar altındadır. Sergey Bisedov, bu 5-ci idarədə, bu respublikalarda o çaxnaşmalarla zat da məşğul olub, yəni o FSB-nin o idarəsi. Yəni bu görüşlər davam edəcək, amma indi Sevinç xanım, elə sizin kanallarda da Elxan bəy dəfələrdə deyibdir, sözün düzü biz o mexanizmi, bu yəni həmən o atəşkəsin, hətta müvəqqəti də olsa onun mexanizmi yoxdur. Burada iki çıxış yolu var. Birinci, yəni Ukrayna o Rusiyanın irəli sürdüyü şərtləri qəbul edir, yəni o ərazilərdən imtina edir, tərsilah olunur, 50 min ordu saxlayır. Bu da mümkün deyil. Və Ukraynada elə bir rəhbər, elə bir lider tapılmaz ki, bu şərtləri qəbul etsin. Və ikinci də, ikinci variant, Ruslar geri çəkilir, yaxşı 91-ci ilin sərhədlərinə və hər iki tərəf qoşunları bir neçə, yəni nə desətki kilometrlərə, yəni sərhədlərdən geri çəkir və həmin o sərhədlərdə beynəlxalq müşahidəçilər yerləşdirir. Belə olmasa və o da bəllidir ki, Ruslar buna getmir və qəti şəkildə həmən o işğal altında olan əraziləri, öz əraziləri artıq bunu deyirlər ki, konstitusiyadan da təsdiqlənib, orada referendumlar keçirilir. Amma bilirik o referendumlar necə keçirilir. Yəni bu müharibə davam edəcək, amma Ukraynaya da əziz həmvətənlərim, əciz qalası deyil, tək qalası deyil, təklənəsi deyil. Yardımlar həm Amerikadan davam edəcək, həm də Avropadan. Avropada indi bilirsiniz ki, çoxlu miqdarda 800 milyardan çox vəsait ayırır. Yəni ordu quruculuğuna, həmən o hərbi sənaye komplekslərinin yenidən işə salınmasını, yeni o silahların istehsal olunmasına və bu yardımlar davam edəcək. İsa bəy, faktiki olaraq
Yəni Ukrayna yeri gəlmişkən Türkiyədə bunu Cumhurbaşqanı Erdoğan da bunun altını çizdi ki, təhlükəsiz qarantiyalar məhz atəşkəsdən sonra mümkündür. Yəni bu Avropa ölkələri üçün də vacibdir. Məsələn biz Keir Starmer'in də parlamentdə dediyini eşitdik ki, bəli, bu elə deyil ki, hələ sülh yoxdur və biz qüvvələrimizi yerləşdiririk, onlar da öldürülürlər, atəşə tutulurlar və bu, nə bilim, daha böyük müharibəyə böyüyür. Yəni Avropa liderləri də bunun altını çizirlər ki, həqiqətən də ilk mərhələ məhz atəşkəsdir. Yəni hər iki tərəf atəşkəsə gəlməlidir. Və biz faktiki olaraq belə deyək də bir paralel danışıqların getdiyini görürük. Avropanın danışıqları ki, bu danışıqlarda heç Rusiya iştirak etmir. Bu danışıqlar Ukraynanın iştirakı ilə gedir. Yəni Ukrayna necə görür, necə istəyir, nə qədər olmalıdır və s. və laxır. Və digər tərəfdən isə biz ABŞ-ın apardığı danışıqları görməkdəyik ki, bu təşəbbüslə Trump rəhbərlik edir, burada isə Zelenski də var, burada isə xala xətir qalmasın, onun da fikri öyrənilir və əsas da Rusiya ilə birbaşa danışıq gedir və Rusiya iddia edir ki, o heç vaxt Ukrayna ərazisində qərb qüvvələrinin yerləşdirilməsinə razılıq verməyəcək. Biz bunu Lavrovun da dilindən eşitmişik, Putinin də. Amma digər tərəfdən bu sualı Britaniyanın baş naziri Keir Starmer Prezident Trump'a da verib ki, bəs siz dəstəkləyirsinizmi Ukraynada yerləşəcək qərb qüvvələrini? Və Trump'ın cavabı bundan ibarət olub ki, biz Amerika əskərlərini ora göndərməyəcəyik. Biz pul filan da göndərməyəcəyik. Avropanın özünün pulu var, sizin özünüz imkanlarınız var. Amma mən dəstəkləyirəm o ideyanı. Bəli, Ukraynada beynəlxalq qüvvələrin olması pis fikir deyil, mən buna dəstəyəm. Yəni, faktiki olaraq belə bir qüvvə ABŞ da ona öz razılığını verib və buna razı olmayan yalnız Rusiya olduğu görsənir. Zəhmət olsa mənə deyərdiniz, bax, bu qüvvələrin içərisində Türkiyə əskərlərinin olması nə deməkdir? Hər halda Türkiyə birbaşa qonşudur. Biz bilirik ki, Ankara və Moskva münasibətləri heç də həmişə, belə deyək, keşməkeşli yoldur, elə deyilmi? Yüksəliş və enişi olan münasibətlərdir, böhranı olan münasibətlərdir, kritik münasibətlərdir və s. Bax, bu necə dəyişmiş olur vəziyyəti? Birdən, yəni Putin deyir ki, mən istəmirəm orada qüvvələr olsun, amma Türk əskərləri orada olacaq. Buyurun. Nəyə gətirib çıxara bilər bu? Hüseyin xanım, belə atəşkəs deyəndə o şərtlər üçün irəli sürülür hər iki tərəfdən. İmkan vermir ki, o atəşkəsə nail olsunlar. Bu mümkün deyil. Bunun mexanizmi də yoxdur. Bax, 14-cü ildə 5 sentyabrda yadınızdadırsa atəşkəs imzalanmışdı. Razılıq var idi. Və elə bir neçə gündən sonra Ruslar o atəşkəsi pozdular. Həmən o danışıqları pozdular və yenidən o müharibə qızışdı. 15-ci ildə 11-12 fevralda da eyni şəkildə razılığa gəlmişdilər. Və indi də həm o şərtlər ki, irəli sürülür, imkan verəsi deyil ki, o atəşkəs uzun müddətli olsun ki, orada həmən o danışıqlara yol verilsin. O ki, qaldı indi, bax, o təhlükəsi ya qoşunların ora dəvət olunması, bugün Zelenskiyə də o suallar verildi. Zelenski dedi ki, əgər Ruslar ora deyil, heç kəsdən icazə almadan Koreyalıları, ayrı-ayrı xalqların nümayəndələrini dəvət edirlərsə, biz niyə onlardan icazə almalıyıq kimisə bura dəvət etmək? Və əminəm ki, yadınızdadırsa, elə o müharibə başlayanda sizin kanalda dəfələrlə biz qeyd edirdik ki, o müharibənin gedişatında nə vaxtsa NATO mütləq müdaxilə edəcək və bugünkü gündə açıq şəkildə, bax, ora qoşun yeritməyə ancaq və ancaq Türkiyə edə bilər. Nəyə görə? Ona görə ki, Avropada nə o qüvvələr var, nə də o ordu var. Və yaxın 5-10 il ərzində həmən o qüvvələri yaratmaq çox çətin olacaq. O Türkiyədə isə, siz bilirsiniz ki, indi dünyada ən hazırlıq keçmiş, yəni belə ən möhkəm, ən güclü qara qüvvələr deyirlər, Suxoputni, quru qoşunlarıdır. Onların da uzun illər ərzində onlar həmən o müharibələrdədir, əməliyyatlardadır və onlar həmən o qoşunları yeridə bilər və Sayın Erdoğan da dəfələrlə qeyd etmişdi ki, lazım olsa biz o qoşunları yeritməyə hazırıq. Buna açıq şəkildə Avropada dəstək verir. Və onu da qeyd etmək lazımdır, əziz həmvətənlərim. Bax, indi Sevinç xanım, mən qulaq asdım sizi bayaqda.
siz deyirdiniz, yani İngiltere çok aktifdir, Fransa'da bir de Türkiye'dir. Ama ne İngiltere'nin ne Fransa'nın elə imkanları var ki, oraya qoşun göndersin. Burada ancak ve ancak Türkiye'nin o imkanları var ve ben çok isterdim ki Türkiye'de o baş veren hadiseler tesliyle həllini tapsın ve Türkiye'de çok yakından bak bu Ukrayna meselesinde yakından iştirak etsin ve imkan olsa hemen o qoşunları yeritsin. Yine tekrar ederim. Eğer onlar yeridilməsə, əgər oradan Ukraynaya dəstək olmasa, bu müharibə uzana bilər. Nəyə görə? Ona görə ki, biz elə dəfələrlə mən qeyd edirdim ki, bir təhlükə var ki, yəni bu müharibənin pozisyon müharibəsinə çevrilmək. Bu da hələ Ukraynaya bir elə sərf etmir. Nəyə görə? Bizim imkanlarımız çok, bizim deyəndə yəni Ukraynanın deyirəm, imkanları məhduddur. Amma Ruslarda o imkanlar var, o silahlar var. Havadan, yerdən, hələ bəzi istiqamətlərdə üstünlük oradadır. O vaxtkin indi bax yenə təkrar Zelenskinin elə bu səfərləri də onunla bağlıdır ki, təcili şəkildə Avropa o imkanları yaratmalıdır. Yəni hava hücumundan o silahları verməlidir, göndərməlidir Ukraynaya üçün. Yəni Ukrayna o hava məkanını və yerdən də o üstünlüyün qarşısını alsın. Bunlar əldə ediləndən sonra əziz vətənlərim, baxmayaraq ki, müharibə uzanır, o tətbiq, yeni o tətbiq olan sanksiyalar imkan verəsi deyil ki, Rusiya bu müharibəni davam etsin. Nəyə görə? Sevinç xanım, indi bir məsələ də var ki, artıq bunu dəfələrlə Putin də dilə gətirmişdi, elə müxalifətçilər də dəfələrlə bizə etiraz ediblər ki, Rusiyanın daxilində də böyük proseslər gedir, əziz vətənlərim. Son olaraq bu qarşı durmalar gətirib Rusiyanı mütləq Rusiyanı daxildən çaxnaşmaya gətirib çıxaracaq. Rusiya bu tərkibdə qalası deyil. Orada gedən proseslərdən biz xəbərdarıq, xüsusən də Qafqazda gedən o proseslərdir. Əgər 90-cı illərin ortalarında Rusiyanın qoşunları, imkanları var idi ki, Qafqaza qoşun göndərsin, məğlub olsun. İndi isə nə o qoşunlar var, nə o imkanlar var. Və ona görə də mən indi bəziləri deyir, indi pesimist fikirlər arada görürəm, söyləyirlər. Mən isə optimistəm və inanıram ki, bu müharibədə Sevinç xanım, Ukrayna mütləq qalib gələcək. İndi siz fikir verin. Artıq Ukraynadan daha çox o şərtləri irəli sürən şeydir, Avropadır. Nə? Onlar qəti şəkildə bildirirlər ki, Ukrayna heç bir arazi güzəştlərinə getməməlidir. Ukrayna tərsilah olunmamalıdır. Ukrayna ordunun sayını azaltmamalıdır. Nəyə görə əziz vətənlərim? Ona görə ki, Putin dayanası deyil axır. Bu şərtləri irəli sürərək Putin bunları ona görə irəli sürür ki, yəni gələcəkdə onun həmən o Şərqi Avropaya iddiaları var, Pribaltikaya iddiaları var, bilirsiniz. O biri keçmiş postsovet məkanına. Onlar Avropa çox gözəl başa düşür ki, əgər Ukrayna bunu o şərtləri qəbul etsə və Avropa buna imkan versə, o təhlükələr bilavasitə Avropanın üzərində olacaq. Amma burada bir şey də var ki, əgər həqiqətən Avropa imkan versə, Avropa da bunu çox gözəl başa düşür, imkan versə ki, Ukrayna bu savaşda məğlub olsun, onda o sərhədlərində ancaq zəif Rus ordusunu yox, güclü Ukrayna ordusunu da görəcək. Bunu Avropalılar çox gözəl başa düşür və əmin edirəm sizi ki, bu yardımlar davam edəcək. Sevinç xanım, biz burada da indi dostlarımızla belə bir söhbətlər gedir. İndi yaxın vaxtlarda burada da bəzi görüşlər olacaq. Avropa indi çoxlu sayda, çoxlu miqdarda vəsait ayırır ordu quruculuğuna. Ən azı deyək ki, 40-cı illərdən ki, NATO yarandı. Bunlar ordu quruculuğuyla demək olar ki, heç məşğul olmayıblar. Ona ümidliyirlər ki, onlar NATO'nun üzvüdür və Amerika bunları müdafiə edəcək. Necə ki, vaxtilə Sovetlər Şərqi Avropanın. İndi isə onlar çalışır, həmən o ordu quruculuğuyla məşğul olsun. Amma yenə təkrar edirəm, Avropada böyün, indi tanıyırıq da Avropanı. Yaxın 5-10 ildə Avropanın təhlükəsizliyini təmin edə biləcək ordu yaratmaq iqtidarında deyil. O orduya bizim təkliflərimiz olubdu. Elə Ukraynadan da dostlarımıza demişik ki, bu məsələni qaldırsınlar. Qısa bir müddətdə Avropada, Avropanın mərkəzində və elə həmsərhəd bölgələrdə legionerlərdən ibarət legionlar yaratmaq. Bu legionerlər kimlər ola bilər? Yəni müharibə təcrübəsi olan həmən o ölkələr var. İndi elə Qafqaz ölkələrini götürək. Gürcülərdir, Azərbaycanlılardır, Çişenlərdir. Çoxlarının bu ideya xoşuna gəlibdir. İndi bilmirəm, nəticəsini bilmirəm. Amma əminəm ki, yəni eşidən olacaq. Nəyə görə? Ona görə biz Rusları tanıyırıq. Ruslar da bizi tanıyır.
Avropada yenə təkrar elə bir qüvvələr yoxdur ki, və Avropaları inandırmaq üçün sən gəl xidmət et, lazım olanda get müharibəyə. Bu biraz çətin məsələdir bugünkü gün. Londonda bugün danışıqlar davam edib və Britaniyanın baş naziri Keir Starmer bildirib ki, biz etməliyik ki, Ukraynanın güclü mövqedə olsun danışıq masasında. Bugün vacib olan odur ki, əgər razılaşma varsa, bu davamlı razılaşma olmalıdır və Ukraynanın suverenliyi və təhlükəsizliyi təmin olunmalıdır. Suverenliklə gələn, suverenlik odur ki, sən də həm də ölkənin gələcəyini özün müəyyən edirsən. Rusiya qərar vermir sənin ölkənlə bağlı. Ona görə də bunu edən məhz Ukraynalı olmalıdır. Bizim etdiyimiz odur ki, biz siyasi bir razılığa gəlmişik ki, bu qədər ölkə iradəsi olanların koalisiyasını yaratmışıq. 30-dan çox ölkə burada vardır və bugün biz artıq konkret planlara baxmaqdayıq ki, havadan və sərhəddən necə təhlükəsiz olsun Ukrayna. Ukraynalılarla işləyirik çünki tamamilə aydındır ki, biz nəyəsə bir sülhə nail olmaq istəyirik və bizə əvvəlcədən planlaşdırmaq lazımdır. Və ki, bu sövdələşmə olduqdan sonra onlar qüvvəyə minsin. Yəni, faktiki olaraq biz doğrudan da bayaq dediyimiz kimi Ukraynalıların iştirak etdiyi bir prosesdir. Bu, Ukrayna necə görür, Ukrayna necə istəyir və s. Ukraynanın fikrini eşitmək. Amma mən yenə qayıtmaq istəyirəm Türkiyə məsələsinə. Yəni, faktiki olaraq biz bir tərəfdən Moskva üçün, belə deyək də, yəni Türkiyə bundan əvvəl də əslində masada olub. Məsələn, xatırlayırıq bir neçə il əvvəl taxıl sövdələşməsi ilə bağlı sövdələşmə əldə olunmasına məxsusi olaraq Türkiyə rol oynadı. Yəni Türkiyə idi, doğrudan BMT də masadaydı, amma Erdoğan idi, Zelenski və bu cür razılığa gəldilər. Həqiqətən də nə qədər tonlarla taxıl çıxarıldı Afrika ölkələrinə və s. Yəni həqiqətən də Türkiyədə belə bir vasitəçilik təcrübəsi də var və Ankara'da dönə-dönə deyir ki, biz olmaq istəyirik, biz masada olmaq istəyirik, biz sülhdə olmaq istəyirik və Erdoğan bunu dönə-dönə təkrar edir ki, biz danışıqlar elə Türkiyədə olsun. Doğrudur, indi onlar Səudi Ərəbistanına gedir. Çünki Trump belə qərar verib, o da belə deyək Səudi Ərəbistanı bu cür mükafatlandırmaqdadır. Amma hər halda yəni dediyim odur ki, Türkiyə regional oyunçudur, Türkiyə gücdür, Türkiyə NATO'nun ABŞ-dan sonra ikinci böyük ordusudur və əgər Moskva bu ideyanı ümumiyyətlə yaxın buraxmırsa, yəni olmamalıdır Ukrayna ərazisində qoşunlar. Burada isə belə deyək də Britaniya, Fransa yox, məhz Türk qoşunlarından söhbət, Türk əskərlərindən söhbət gedir. Yəni siz necə hesab edirsiniz? Rusiya burada təxribatlar ələ ata bilərmi? Biz onsuz da bilirik ki, Türkiyədə vaxtaşırı hansısa terror aktları olur, elə deyilmi? Yəni pozulması, atəşkəsi pozmaq üçün Türkiyəyə biz bilirik ki, nə qədər hər il Rusiyadan gələnlər olur və s. Yəni nələr siz təxmin edirsiniz ola bilər? Sevinç xanım, o təxribatlar qaçılmazdır. Biz artıq bunun canlı şəhidi olmuşuq. Qafqazda götürək, elə Ukrayna, elə Avropa ölkələrində bugün Avropa ölkələrinin əksəriyyətində yanğınlar, sabotajlar baş verir. Elə bugün də o bəzi məxfi obyektlərdə dronlarla uçuşlar edirlər, həbs ediblər 2 nəfər. Biri Bolqariya vətəndaşıdır, biri də Sveç. İsveçrə vətəndaşı və bu yaxınlarda da elə 2 Rus casusunu buradan həmən o obyektlər, o ərazilərdə ki, orada gəzmək, şəkil çəkmək zat qadağandır. Rus vətəndaşlarını həb eləyiblər. Onlar qaçılmazdır və nəzərə alaraq ki, həmən o ərazilər 2000 kilometrə yaxın palasa, o təmas xətti. Orada o təxribatlar qaçılmazdır. Amma bu Türkiyəni çəkindirəsi deyil. Nəyə görə? Ona görə ki, Türkiyə dəfələrlə belə təxribatlarla üz-üzə gəlibdir və elə uzağa getmək Suriyada, elə İraqda uzun illər ərzində onun qarşısını almaq iqtidarındadır. Bir də onu da deyim Sevinç xanım, elə bu müharibənin gedişatı da göstərir ki, bax bu hədə-qorxularda, bu şantajda arxada real qüvvə yoxdur Ruslarda. O real qüvvə olsaydı, onlar bir yerdə elə tapdanamazdılar. Onlar Şimali Koreyadan özlərini aşağılayaraq gedib oradan əskər gətirməzdilər. Yəni Türkiyə, bax indi belə bir məqamda
Türkiyə ora qoşun yeridə bilər. Mən çox istərdim ki, yəni bu siyasət üçün bugünkü günə qədər Ukrayna ilə bağlı Türkiyədə var idi Türkiyənin mövqeyi. Mən istərdim ki, o davam etsin və Türkiyənin dəstəyi çox vacibdir bugünkü gün. Avropa ora qoşun göndərmək və o deyək ki, təhlükələri aradan qaldırmaq iqtidarında deyil. Ancaq və ancaq Türkiyədir və bunu Avropa elə liderləri, Macron da, elə Starmer də bunu etiraf edirlər. Ona görə də və əlbəttə ki, onu da nəzərə almaq lazımdır. Sevinç xanım, indi bəziləri deyirdilər əvvəllər də elə günahlandırırlar ki, yəni Erdoğanla yəni Putin dostdur, onlar mən nə bilim baxmaya inanmaq olmaz da sarı yox, qəti şəkildə elə deyil idi əzizən vətənlərim. Ukraynaya o yardımlar Türkiyə tərəfindən bu gün də davam edir. O silahlardır, o pualardır. Elə müharibənin hələ 2 il, 1 il, 2 il əvvəl həmən o bayraqdarlar idi ki, həmən o Ukraynaya müdaxilə edən o kolonların qarşısını alan və bugünkü gündə o yardımlar edir. Türkiyə Ukraynanın yanındadır və baxmayaraq ki, həmən hardasa yaxınlıqlar üzə görünür. Amma Sayın Erdoğan Türkiyə bir mənalı şəkildə əvvəldən və bugünkü gündə davam edərək Ukraynanın ərazi bütövlüyünü tanıyır və bir mənalı şəkildə bildirir ki, Krim Ukraynanın. Və qoşun göndərmək müqabilində biz əslində Türkiyəyə müəyyən güzəştlər edilməsində yəqin ki, görə bilərik. Yəqin ki, bunun üçün də əsas var. Yəni bu avtomatik olaraq Türkiyənin nə bilim Avropa Birliyinə daxil olması anlamına gəlmir. Amma mən heç əmin deyiləm ki, Ankarada belə bir istək də var. Yəni Cümhurbaşqanı Erdoğanın Türkiyənin gələcəyi ilə bağlı fərqli planları var, görsənir. O daha çox Türkiyənin yaxın şərq aləmində, ailəsində görür, görsənən budur. Amma eyni zamanda Erdoğan bunu da deyirdi ki, biz Avropa Birliyindən müəyyən gömrük güzəştləri istəyirik. O güzəştlər ki, yalnız Avropa Birliyi üzvləri üçün var və s. Yəni bu cür iqtisadi hansısa müavinətlərmi, yaxud Türkiyədəki qaçqınlar üçün müavinətlərin artırılması mı, yaxud hansısa əlverişli şəraitin yaradılmasında bir güzəşt görə bilərik, elə deyilmi? Çünki bu həqiqətən Türkiyə tərəfindən böyük bir addımdır, əgər o... Bugün artıq Avropa başa düşür ki, Türkiyəsiz o təhlükəsizliyi təmin etmək iqtidarında deyil və o yaxınlaşma olacaq. O günlər elə Sayın Erdoğan da çıxış edərək qeyd etdi ki, biz bir ailə olaraq Türkiyədə o imkanlar, şərait yaradılmalıdır. Yəni o nəzərdə tuturdu Avropa Birliyinə, yəni üzv məsələsini. Mən istisna etmirəm ki, o yaxınlaşma olsun. İndi mən yenə də deyirəm, Türkiyədə o gedən proseslərdən çox şey asılıdır. O yaxınlaşma olsun və ha vaxtsa yaxın gələcəkdə bu təhlükələri yenində deyirəm, nəzərə alaraq Türkiyə Avropa Birliyinə üzv olsun. Mən çox istərdim bunlar. Bəli, təəssüf ki, bugün Türkiyədə baş verənlər əks istiqamətdə Türkiyəni aparır. Yəni aydındır ki, Avropa Birliyi ailəsində hakimiyyət siyasi rəqibini həbsə atmır, siyasi həbslər həyata keçirmir, dinc etirazçılara nə bilim nələrdən istifadə etmir, göz yaşarıcı qazdan istifadə etmir, adamların sosial mediada yazdığı postlara görə həbsə atmır ki, təəssüflər olsun ki, bugün 21 mart 2025-ci il Türkiyəsində bu hadisələr baş verməkdədir. Və bilmirəm, bəlkə bunlar da əlaqəlidir. Yəni, münbit şərait yaranıb, Avropa susmaq məcburiyyətində olacaq, çünki söhbət böyük güzəştdən gedir, daha böyük miqyasda. Özdə fikir verin Sevinç xanım. Bax, bu Trump hakimiyyətə gəlməmişdən əvvəl Avropa elə bilin ki, kənarda idi, çəkinirdi. Putin şantaj edərək, hədə qorxu edərək onları çəkindirirdi. Amma bu Trump hakimiyyətə gələndən sonra və bax bu bəyanatlarından sonra Avropa başa düşdü ki, onların təhlükəsizliyi, yəni təmin etmək üçün Türkiyəsiz mümkün olası deyil. Və onlar indi hərəkətə gəliblər. Və əminəm ki, yaxın zamanlarda o lazımi silahlar da elə, onlar da bu gün də açıq şəkildə qeyd edirlər ki, o lazımi silahlardan, Trump da bunu qeyd etdi ki, lazımi silahlar biz istehsal edirik və Avropaya əgər lazımdırsa o silahlardan istifadə ala bilərlər Amerikada. Və əminəm ki, o silahların əksəriyyəti Avropa biz qeyd etdikdə yaxın 5-10 il ərzində o öz ordusunu qurmaq iqtidarında deyil və o silahların əksəriyyəti ötürüləcək, yəni Ukraynaya. Və indi artıq o silahlardan çoxlu miqdarda Ukraynaya gəlir və əgər əvvəllər əsas o silahlar
Amerikadan gəlirdi. İndi o silahlar Avropadan gəlir Sevinç xanım. Yəni lazımi miqdarda. Özü də fikir verin təzə vətənlərim. Bax 3 ildir müharibə gedir və Ruslar kimə müraciət etməmişdi. Bax kimləri gətirmirlər də öz ərazisinə. Miqrantlardan istifadə edirlər, Afrikanlardan, ərəblərdən, Şimali Koreyadan. 3 ildir Ukrayna tək başına savaş aparır və hələ də bugünkü günə qədər də heç kəsə müraciət etməyibdi və müraciət etmək iqtidarında deyil. Zelenskinin əsas tələbi bugün odur ki, siz bizə silah verin, biz özümüz o savaşı davam edəcəyik. Və əminəm ki, bundan sonra da o savaş davam edəcək. Ukraynanı məğlub etmək mümkün deyil əzizim vətənlərim. İndi 2 il oradaydık, biz görürdük. Mümkün deyil. Heyranım o xalqdan, o millətdən. Və eşq olsun onlara. Onu da biz unutmamalıyıq ki, Ukrayna xalqı həm bizim azadlığımız uğrunda onlar savaşırlar. Bizim Ukraynadan çox şeylər asılıdır. Nəyə görə? Siz bilirsiniz ki, bax, bu rejimlər kim var? Elə Əliyevdir, Tokayevlərdir. Belə əclafların arxasında həmən o Putin dayanır. O məğlub olan kimi də bunlar onunla birlikdə məğlub olmalıdır. Amma bir xalq olaraq biz bu proseslərdən kənarda qala bilmərik. Biz imkan verməməliyik ki, Azərbaycan Rusiyanın yanında olsun, Rusiyaya yardımlar etsin. O yardımlar edilir bugünkü gündə. İndi arada elə görünə bilər ki, yəni Azərbaycanla Rusiyanın arasında nəsə var, qəti şəkildə. Heç zad yoxdur, o yardımlar necə var idi, elə də davam edir. Tokayev tərəfindən, Azərbaycan tərəfindən və s.